Əziz patent imtahanından qorxanlar. Patent imtahana 10 gün qalmış bizə yazıb möcüzə gözləyənlər. Əzizlərim, əgər siz bilirsiniz ki, məsəl üçün 1-2 aydan sonra Rusiyaya gedəcəksiniz, ümid eləməyin ki, əvvəlki kimi hansısa rüşvətlə, şirinliklə siz o imtahandan keçə biləcəksiniz. Artıq elə şeyləri unudun, elə şeylər yoxdur. Əgər Rusiyaya siz sadəcə istirahət üçün yox, işləmək üçün, yaşamaq üçün gedirsinizsə, istəsəniz də, istəməsəniz də siz patent imtahanından keçməlisiniz. Ona görə də şansınızı əlinizdən buraxmayın. İndidən yazılın. Sabahı bilmək olmur. Yəni hər zaman çətinlik var. Nə bilirsiniz ki, birazdan reski durub Rusiyaya getməyəcəksiniz və ola bilər ki, oradan hansısa bir təklif gəlməyəcək. İnanın ki, o qədər istəyənlər yazırlar ki, mən bilmirdim. Soruşursan, niyə öncədən hazırlaşıb getmirdin ki? İnanın ki, bir ayın içində hər şey oldu. Nə bilim, ailə qurdum, gəldim bura. Təklif gəldi, sırazı gəldim bura. Bax, o sizinlə də baş verə bilər. Ona görə indidən hazırlaşın. Patent imtahanı kənara qoyaq. Heç olmasa dil biliyiniz olsun ki, dil biliyiniz olanda patent imtahanını da keçmək %100 çox asandır. Çünki orada sadəcə sizin dil biliyinizi yoxlayırlar və bəzi suallar verirlər. Ona da düzgün cavab verməyiniz üçün nə etməlisiniz? Azdan çoxdan bu dildən xəbəriniz olmalıdır. Azdan çoxdan heç olmasa B1 səviyyəsində danışmağı bacarmalısınız. 2 aya B1 səviyyəsində mənimlə bir yerdə xüsusi sizin rus dili bilik səviyyənizə uyğun olaraq xüsusi proqramla dərslər keçmək istəyirsinizsə, onda saxlamayın sabaha. İndidən yazılın və başlayın.